Salam cənab treyderlər və investorlar. Layihə sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Əgər maraqlanırsınızsa onu dayandıra bilərsiniz. Təşkilatın bütün göstəricilərini daha yaxından öyrənə bilərsiniz. Korporasiyanın əsas fundamental göstəricilərini sizinlə müqayisə edəcəyik. Globus Medical, Inc., ticker, GMAD. Bu baxış 21 may 2025-ci il tarifinə olan cari məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets şirkət Globus Medical Inc. alt kateqoriyaya aiddir. Specialized Medical Equipment müqayisədə 37 təşkilat iştirak edir ki, bu da kifayət qədər təmsilçidir. Bu videonun sonunda sifariş qərarlarına baxacağıq. Tədqiq olunan şirkət üçün nəticə belədir: 10 baldan 9 bal. Alt kateqoriya üzrə orta bal 2,4 bal. Çox geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Qeyd edək ki, bütövlükdə ABŞ fond bazarı üçün orta xal 1,9 baldır. Şirkətin 9 balına qarşı Globus Medical Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Globus Medical Inc. və alt kateqoriyalı paylaşımlar. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. Globus Medical Inc. -3,7% dəyişmə göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %17,4. Şirkətin bazar kapitallaşması Globus Medical Inc. 8,34 milyard dollar təşkil edir. 64 milyard dollarlıq bazar kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Globus Medical Inc. 13,59% paya malikdir və alt kateqoriyada ən böyük şirkətlərdən biridir. Şirkətin balans dəyəri 3,41 milyard dollar olaraq qiymətləndirilir. Və alt kateqoriyanın balans kapitallaşması 14 milyard dollardır. Globus Medical Inc. 23,814% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. Paylaş Globus Medical Inc. Alt kateqoriyada fond bazarının kapitallaşması halında qiymətləndirmə 13,59% təşkil edir. Balans dəyəri 23,814% təşkil edir. Bu, bazar dəyər payından 82% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı, 1 bal. Təşkilatın borc öhdəlikləri 0,68 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 2%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin nəticəsi çox yaxşı, 2 bal. Şirkətin birja dəyərinin mənfəətinə nisbəti 45-dir. 0 alt kateqoriyasında orta göstərici ilə bu alt kateqoriyadakı orta göstəricidən əhəmiyyətli dərəcədə yaxşıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bazar dəyərinin qazanc nisbəti çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 186 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 504 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 171,9% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı, 1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 3,3-dür. Alt kateqoriya üzrə orta göstərici 3,7-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən 11% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 2,510 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 4,1 milyard dollar olacağı gözlənilir.
Bu, indikindən 63% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi yaxşı 1 bal. Satış marjası 7,4% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici -5% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 12,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada kadrların sayına görə şirkətin payı 9,893% təşkil edir. Bu, bazar kapitallaşma payından 32% azdır. Təşkilatın bir işçisinə düşən kapitalın məbləği $1,573,000 bərabərdir. Alt kateqoriyada isə $1,192,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 32%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin fərdi işçisinə düşən mənfəətin məbləği $35,000-dır. -$16,200 alt kateqoriyada orta hesabla. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin rəqəmləri arasındakı fərq $51,000'dır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçiyə düşən satışları $474,000 təşkil edir. Alt kateqoriyada $326,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 45%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 3,8%, alt kateqoriya üzrə orta hesabla 6,4% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Texniki göstərici RASI 14 şirkət üçün %39 səviyyəsini göstərir Globus Medical Inc. Alt kateqoriyada bu səviyyə 63% təşkil edir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $61,59'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $85,16 civarındadır. Faktiki qiymət və konsensus proqnozu təxminən 38% fərqdir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə keçək, onun linki bərkidilmiş şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhmlərin qiymətləndirilməsi məlumat və arayış sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin səhmlərinin təhlili nəticəsində Globus Medical Inc. Məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edildi. $61,6 qiymətində artım üçün sifariş açın. Sövdələşmə açıqdır, çünki şirkətin kifayət qədər yüksək reytingi var. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodu, AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 69,34 səviyyəsində müəyyən edilmişdir. Stop loss 53,86 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sövdələşmə 20 iyun 2025 il tarixində birja ticarətinin nəticələrinə əsasən müstəqil şəkildə bağlanacaq. Və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, ASTA, satmaq üçün balanslaşdırıcı sifarişdir. Balanslaşdırma müqaviləsi ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birini bağlayarkən, əsas və ya balanslaşdırıcı. Əks sifariş son qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets. Siz bütün planetin ən gözəl izləyicilərisiniz.